Big boy, come pick up your phone. Koreya dayı sahibi yığır ha bunun. Deyəsən maşını geri istəyirlər. Heç nə, çəkib geri göndərərik də, ondan problemi yoxdur. Sarento'dur. Yeni Sarento. Heç uzatmayacağım. Birbaşa videoya giriş eləyək. Detallı danışaq da bu Sarento nədir görək. Sarento adı hardan gəlir görək. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Nicat ilə birgə Kia Sarento incələməsi çəkirik. Почему же так тяжело дышать? Почему так рвется твоя душа? Словно стрелы отравленные мысли, твои неотправленные письма. Kia Sarento, Kia brendinin orta ölçülü crossover modelidir. Öz adını İtalya'dakı kurortdan alır. Sarento kurortundan. Yani biz Nicat'la düşündük, bu məlumatı mən Nicat'a dedim. Nicat dedi ki, İtalya hara, Koreya hara, yani bu maşının adı kurortla nə əlaqə? Yəqin necə olub bilsən, Kia Hyundai rəhbərləri Koreyada, İtalya'da kurortda olublar. Görüblər belə qəşəng, orta ölçülü bir kurort olub. Deyiblər, davay bir dənə maşın çıxaraq adını da qoyaq Sarento. Kia Mahav və Kia Sportage modelinin arasındakı orta modeldir bu. Mahav daha böyük, daha belə moşlu modeldir. Sportage də daha belə xırda. Bu da onların ortasıdır, idealıdır elə bil ki. Hyundai Kia N3 platformasının üstündə qurulub Smart Steering benzin mühərrik və hibrid sistemi ilə bərabər. İlk nəsli 2002-ci ildə təqdim olunmuşdur. Bizim avtomobilimiz isə 4-cü nəsil Sarento modelidir. 2020-ci ildə təqdim olunub. Bugün incələməmizdə olan bu avtomobildə 2022-ci il istehsalı 1,6 litr həcmində Smart Steering hibrid mühərriklə təchiz olunub. Mühərrikimiz burada Gamma seriyasının mühərrikidir. Təbii ki, mühərrik barədə mühərrikxanaya keçəndə elə sizə ətraflı bəhs eləyəcəm. Ümumilikdə Sarento bizdə dözümlülüyü ilə bilinən avtomobildir. Dizel mühərriklərini Koreyadan alıb gətirirlər. Dözümlüdür, daşlayanı söz yox. Mənim Koreya avtomobillərindən tək mənim deyil, bir çoxlarının Koreya avtomobillərindən şikayəti nədir? Bu avtomobillərin askı sistemi yoxdur. Amerikankalarda vəbşə yoxdur, amma servis avtomobilləri yenə plavlı, yumşaq. Bu avtomobili Nicat bir xeyli qovub, Bakıdan Astaraya qovub bunu, Astaradan da dala. Nicat deyir ki, qaz verəndə sən normal gedəndə qaza bassan yığacaq. Amma riski qazı diblədin, qazı dibləyəndə bunun işi ağırdır. Başlayır 1-2 saniyə fikirləşməyə, sonra gedir. Deyir ki, 0-dan 50 kilometrə qədər hibrid mühərrikin şotuna çox qəşəng sürətlənir. Ondan sonrası biraz vəziyyət qarışır. 6 pilləli avtomat sürətlər qutusu ilə təchiz olunub bu avtomobil. Hibrid sistemi bu avtomobilin sürətlər qutusunu keçirmələrində kömək edir. Daha bizə sürətli keçidlər və plavnost verir. Yəni rahat, yumşaq keçidlərə sahib oluruq biz bu avtomobildə. Bunun bu sürətlər qutusu, əgər mən səhv eləmirəmsə, bizim incələməsini çəkdiyimiz hibrid Sonata modelində olan sürətlər qutusu ilə eyni sürətlər qutusudur. Sadəcə o Sonatada 2 litrli mühərrik idi, restyling Sonatada, amma Dores'də 1.6 idi. Elə o ağ rəngdə Dores'də olan mühərrikdir buradayı. Onun sadəcə hibridlə birləşdirilmişi. Deməli, sizə hal-hazırda avtomobilimizin açarını göstərim. Belə görünümdə açarı var. Bu düymələr nədir soruşsaz, indi fokus zamanıdır, magiya. Birinci buna basılı tuturuq. Maşın bağlı olmalıdır. Hold düyməsini basılı tuturuq. Gözləyirik, maşında qıraqda işıqları yanmalıdır. Birinci saniyə saxlamaq lazımdır. Və ya biz yaxınlaşmalıyıq biraz. Gedək yaxınlaşaq. Maşının bağlı olduğundan əmin oluruq. İndi hold düyməsini basılı tutduq. İşıqlar yandı. Söp. İndi bassaq. İndi nəqliyyat vasitəmiz önə doğru yavaş-yavaş hərəkət edir. Hətta bir şey test edəcəm. Dayandı. İndi arxaya gətirmək istəsək, aşağı düyməyə basırıq. Gəlir arxaya. Gəlir. Maneə yoxdur. Maneə var, dayandı. Yenidən eyni şey önə də test edirəm. Bu dəfə Nicatı qoyuram qabağa. Nicatı qurban edirik. Hətta bu dəqiqə mühərrikimizin işə düşdüyündə eşidirsiniz. Dar yerdəyəm, çıxa bilmirəm, minə bilmirəm. Nicatı aparatura qarışıq qurban edirəm. Bastım. Gəlir.
maaşını ödəyənmirsən? Maaş yoxdur. Məsafəni göstər Nicat. Sənə necə yaxınlıqda dayandı. Yəni Sən- 50 santim. Sensorlarımız işləyir, heç yerə dəyməyəcək. Qəşəng özəlliyidir. Qayıdaq arxasına, bu da arxaya getsin. Qayıt dala. Özünlə gəl. Gəl. Elə bir it gəzdirirsən. Bəsdir. Yenidən bağlayırıq. Mühərrikimiz sönür. Avtomobil də özünü uçmaya qoyacaq. İndi gəldik yenidən bagaj bölümünə. Açarımızı basılı tutduq. Bagajımız açılır. Plavlı şəkildə. Xeyli lüks da bu. Qəşəngdir. Bagaj həcmimiz hal-hazırda bu avtomobil 7 nəfərlikdir. Bagaj həcmimiz bu dəqiqə 705 litr, 700 litr həcmində bir bagajımız var bizim. Bu oturacaqlar, yəni bu 3-cü sıra açıq olmadan, bağlı vəziyyətdə 700 litr. Arxa sıradan bəhs eləyək biraz. Arxa sırada biz burada bir dənə şarj port görürük. Bu arxa oturacaqlarımızı yatdırmaq üçün düymələr, arxa 3-cü sıranın klimatı, arxa 3-cü sıra üçün USB portlarımız da burada öz yerinə alıb. Və arxanın işığı da, bagaj işığı da bu hissədədir. İndi biz bu oturacaqları yatdırmaq istəsək, bagaj həcmimizi artırmaq istəsək, mən gəldim bu yana. Burada bizim bir düyməmiz var. Tap gəldi qabağa. Bu bir. Bu tərəfdə də eyni şey eləyirik. Bastıq düyməmizə, oturacaq gəldi qabağa. Biz qayıdırıq arxaya. 2 dənə ipimiz var belə, kəndirimiz var deyə. Dartdıq, açdıq. Belə halda bizim bagaj həcmimiz hardasa yəqin təxmin edirik bir 100 litr civarı olar. 100, sıx dirək bəlkə 150. Yəni bu 3-cü sıra açıq olandadır. Arxa oturacaqları da gətirir yerinə. Biz indi bunları da geri qaytarsaq, dartdıq belə geri qaytardıq. O zaman o oturacaqların tam yatdığını təsəvvür edirik. Bagaj həcmimiz olur hardasa 2000 litrin üstündə. 2000-2100 litr. Bu təqribi rəqəmlər təbii ki də. Amma çox geniş bagaja sahib oluruq. Yəni qəşəngdir, söz yox. Bagajının genişliyi özü öz yerinə danışır. Ümumi Sorento haqqında mənim fikirlərimi soruşsaz, yəni birinci nəsil görünüşcə bəyənmirəm, ikinci nəsil görünüşcə bəyənmirəm, üçüncü nəsil okey dizaynda bir şeydir. Bu dördüncü nəsil qəşəngdir. Bu həqiqətən belə deyək, Hyundai'nin, Kia'nın yeni dizayn xəttinə uyğun bir avtomobildir. İndi təsəvvür elə, qara bir dənə Sorento'dur və ya Maxavdır, qara rəngdə. Qabanda bir dənə Grandeo ya da qara Sonata. Qəşəng görüntü aldıq biz. Pis deyil. Yəni bugün görəcəyik, sürüb görəcəyik askı sistemi falan necədir deyə. Yəni bu avtomobildən belə güclü 0-100 km sürətlənməsi falan da gözləmirəm mən normal olaraqdan. Yəni bu avtomobil onun üçün nəzərdə tutulmayıb. 1.6 hibrid bir avtomobildir. 230 at gücü və 350 Nm tork hasil edir bu avtomobil. HEV avtomobil, yəni plug-in hibrid deyil. Özü özünü şarj eləyir. Gəldik biz belə. Burada bir dənə gözəl düyməmiz var. Bəli, lüks. Görürük. Bastıq. Təbii ki, bagajı biz açardan da bağlaya bilirik. Və sizə bagajın buradan da açılma yerini göstərim. Bax, buradadır. Bir şey deyim. Bagajın motorlarının səsini eşitmirik elə bil ki, biz açılanda, bağlananda. Çox minimal səsdir. Mən bir dənə çox belə yersiz bəlkə də müqayisə olacaq. Amma Çin avtomobillərində bu motorçiklərdən bir dənə səs gəlir. Motorlar ağlayır da. Təzədən bağlayırıq. Minimal səslə işləyir. Arxa dizayn pis deyil. Buradan belə qəşəng stop işığı. Bu işığı bəyəndim bu arada. Bu qəşəng görünür. Arxası ümumilikdə səliqəli, solidli. Biz sözü uzatmadan keçdik mühərrikxanaya. Avtomobil sahibinin icazəsi ilə unpacking elədik. Oldu səliqəli. Ətraf mühiti təmiz saxlayaq. Zibilləri kənara atmayaq. Gəldik mühərrikxanamıza. 1.6 litr. Qaqan uca öyrəşib axı Hyundai Sonata, Kia'larda bir dənə. 1.6 litr həcmdə hibrid Smart Stream xəttindən mühərrik. Smart Stream G, yəni Gamma seriyası mühərrik olduğunu göstərir. Gamma seriyası mühərriklər 2006-cı ildən bizim bazardadır. Alfa seriya mühərriklərinin əvəzinə gəlmişdir. 2019-cu ildə yeni Smart Stream xətti zamanı Gamma mühərriklərdə də biraz yenilənmələr oldu və hətta dediyimiz kimi hibrid versiyalarda gəldi. Ümumilikdə hibrid sistemimiz bizə hardasa 40 km-ə qədər sırf elektro rejimdə yürüş verir. Akkumulyatorumuzun həcmi 1,49 kWh-da olmalıdır. Litium-ion polimer akkumulyatorumuz var bizim. Mühərrikimizin kodu G4FT-dir. Əgər istəsəz ətraflı araşdıra bilərsiniz. Problemlər nədə olur desəz, Hyundai incələmələrində dediyimiz kimi bu mühərriklər yeni mühərriklərdir. Bu dəqiqə elə də bir yayılmış, güclü bir problemi yoxdur. Təqribi resursu hardasa
250 min kilometr və üzəridir. Təbii ki, fərdi təcrübələrdə 300-350 min kilometr və üstünü görən qamma mühərriklərimiz də var. Ona görə də yəni 250 minə qədər rahat sürə bilərsiniz. Hardasa belə deyim də 200 mindən sonra bir gedin yoxlatdırın, hər şeyi bir baxdırın. Birbaşa benzin injeksiyalı mühərrikimiz var. Bunların plug-in hibrid variantları da var bu mühərrikin. Onlarda artıq 265 at gücü və 350 Nm hasil edir. Elektrik mühərrikimizin tək özünün gücü 60 at gücüdür. Bu mühərrikin də gücü harca 186 at gücü. Kombinə ediləndə dediyimiz rəqəmlər ortaya çıxır. 230 at gücü və 350 Nm. Yanacaq sərfiyyatını soruşsaz, benzin sərfiyyatı hardasa trasta 6-7 aralığındadır. Podiuma qalxsaz, dedik ki, Astaradan qaydanda belə gedirdik. Hardasa 7-8-lərdə idi. Astaraya gedəndə də 6-7 litr aralığında. Şəhərdə də hardasa 7-8 litr aralığını görəcəksiniz. Hibridlərin ən yaxşı xüsusiyyəti benzini az yandırmasıdır. Tıxac falan oldu, rahatsız benzin az yandırır. Bizdən o tıxacda adamı əsəb eləyən iki şey var da. Bir, gedə bilmirsən, iki də ki, benzinin gedir. Burada tıxacda qoyursan hibridə, özünü şarj edir deyə, səndə ay bunu taxdım zərətkaya, işığa da pulum getdi söhbəti yox. Zaten işığa gedən pul da az olur bu arada, yəni xeyli az pul verirsiniz, amma çox vaxt sərf edirsiniz. Nicat bəyin bir əlavəsi də var. Deyir ki, məsələn, yolda gedəndə gördük ki, çox naqruska yoxdur. Benzin mühərriki elektrik mühərriklə də kömək edir bu avtomobil. Yəni sistem özünü taraz saxlayır, gücə salmır da belə deyək. Avtomobilimizin xarici parametrlərinə gəlsək, uzunluğu 4800, eni 1900, hündürlüyü də 1700 kimi bir rəqəmlərdə. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerlərdə çıxacaq. Disk təkər parametrlərimizə gəlsək, ön və arxa parametrlərimiz eynidir. 235, 55, 19. Avtomobilimizin yanacaq çayında harca 63-67 litr həcmindədir. Yalnız və yalnız 95 oktanlı benzindən istifadə olunur. Və. Bizə bu gözəl Lipa nömrələri təşkil edildiyinə görə, bizə dəstək olduqlarına görə Lipa 700 səhifəsinə təşəkkür edirik. Siz də qəşəng keyfiyyətli Lipa nömrələr istəyirsinizsə, həm uyğun qiymətə, həm tez bir zamanda, həm də yüksək keyfiyyətdə səhifənin adı burada çıxacaq. Onlara müraciət edə bilərsiniz. Avtomobilimizin interyer bölümünə gəlsək, arxadayıq hal-hazırda. İlk öncə bu avtomobildə mənə görə çatışmayan şey nədir? Mən nə əlavə edərdim bunu alsam? Qapılara prisoska, davotçiklər. O mükəmməl olardı bu avtomobildə. Çünki qapıları yüngüldə olmalı. Yumşaq vurursan bağlanmır, bərk vurursan biraz çox bərk olur. Ümumi arxada genişliyi özünüz görürsünüz. Mən ayaqlarımı uzatdım, diz məsafəsi budur. Salonumuz qara qəhvəyi rənglərlə kombinasiya olunub. Damımız qaradır, oturacaqlarımız isə tamamilə qəhvəyi rəngdədir. Tam iki oturacağın arxasında da qovluq yerləri var. Gətirsək bunu, burada yenə çəkdiyimiz bütün Sonata modellərindəki kimi bu fix eyni detaldır, hamısı da eyni şeyi qoyurlar. Bunu yəni bağlı olsa, mən həmişə deyirəm, bu bağlı olsa daha ideal olar, daha rahat olacaq. Mən əlim istərseniz belə qoyun, bir boşluq var da altında, qoy tam bağlı olsun. Bir də biraz uzun olsa daha ideal ola bilər bu qədər. Arxa sırada bu dəqiqə deflektorlarımızı görürsünüz. Bunları aşağı eləyəndə biz hava gəlişini bağlamış oluruq. Yuxarı eləyəndə də tamamilə açırıq. İstiqamət verməyi də bildiyimiz qaydada. Altda da bir dənə şarj port, bir dənə USB girişi, şarj port və əməli başda burada elektrik yuvamız var bizim. USB girişlərimiz. Daha sonra hər iki oturacağın arxasında da burada da USB portlar var, tam bu kənarlarında. Yəni bu qəşəng özəlliyidir. Elə ki 3 dənə USB port burada var, bir dənə də arxada olmalıdır. Burada da bir dənə belə funksiyamız var və biz burada oturmuşuq. Bu oturacağı istədiyimiz şəkildə bu böyürdəyi düymələri ilə tam qabağa, arxaya idarə edə bilirik. Biz burada əməli də gedir, gözlə. Maksimum. Biz burada özümüzə tamamilə rahat yer eləyə bilirik. Elə ki kapitan kreslosu da. Kapitan kreslosu demiş. Gəldik, getdik, gəldik, getdik. Rahat. Bunu biraz da uzatdı. Bu maksimum uzanmışdı. Qabağa gəldi, getdi. Yəni rahatıq. Arxa sıranı tam idarə edə bilirik. Olsun mexanikidir, amma niyə də yox? Əsas idarə edə bilirsən. Burada yumşaq materialdır. Bu hissədə, bu Kia'nın bu şeyini çox bəyənirəm mən. Ambiyansları buradadır. Yəni baxırsan ki, adi plastikdir, amma burada gözəl fiolet rəngində falan ambiyansı olur. Bizim Ankara vloqumuzdakı K8-də də bu tərzdə ambiyanslar idi. Arxada pərdələrimiz dəri. Burada da yenə dəri kombinasiyalıdır. Burada qəşəng piano black deyirlər, royal lock, gözəl qara elementlərimiz var. Arxa oturacaqların qızdırılması var bizdə. Aşağı doğru da multimedia sistemimizin audio dinamikləri, daha sonra aşağıda yenə plastik elementlər davam eləyir. Uşaq oturacaqlarını burada rahatca yerləşdirə bilərik və oturacaqların bu dizaynı, bu paxlava dizaynı bir C klası falan xatırladır bizə. Bu qəşəng görüntü verir. Həm də ki oturacaqlar belə ventilasiyalı da havalanır belə deyək.
Damımız da görürsünüz. Bir dənə bu boyda, tam bu boyda panoramik damımız var bizim və qara parça material istifadə olunub. Baş məsafəsi də ki, problem yaşamayasınız. Burada yəni 5, 6-7 barmaqlı bir məsafə, 5 barmaq rahat, 6-7 barmaq məsafəmiz var, rahatca əyləşə bilərsiniz. Hətta 3-cü sırada Nicat. Nicat boyun nə qədərdir? 1.85. 1.85 boyla Nicat ki, mən arxa sırada çox rahat əyləşə bilirdim. Yəni tam bir ailə avtomobilidir. Ailə üçün ideal. Texnika kimi, okey, texnika kimi də gözəldir. Bizim komandaya nə varsa gələcəkdə belə bir avtomobil lazım olacaq çəkilişlərdə. Rahatçılıqdır. Ailə üçün ekonom, rahat bir maşın istəyirsinizsə, məncə qəşəng seçimdir. Bir dənə prisoska da əlavə edirsiniz, komfortunuzda komfort qatırsınız. İndi keçək sürüş testinə. Sizə ön tərəfi də göstərim, həm də askı sistemini görək bu necədir. Hal-hazırda keçid almış avtomobilimizin ön interyerinə, sürüş testinə ilk öncə buradan başlayaq. Bardaçokumuz yanlarında plastik, burada altında döşəməmiz var, belə yumşaq. Daha sonra tam Nicatın qarşısında ikinci bardaçok. Bunun içində artıq burada heç bir şey yoxdur. Tam plastikdir. Bu biraz minusdur ki, səs eləyəcək. Onun içində üzdətmək məsləhətdir məncə. Ambiyans dediyim, burada da yenə ambiyanslar. Hətta oradakılar görünür cüzi. Orada da ambiyanslarımız öz yerini alıb. 2 stəkan otacağımız burada var. Arxada da qapılarda var idi stəkan otacaqlarımız. Qapılarımızın bu hissəsində memory paketimiz var. Head-up displeyimiz. Daha sonra oturacaqlarımızın qızdırılması, ventilyasiyası özəlliyi də var. Avtomobilimizdə zavoddan gəlmə video registratorumuz var. Ondakı bu düymə ilə basıb söndürə və ya yandıra bilərik. Tavanımızı da, lükümüzü də açmaq istəsək bununla basıb bir dəfə basanda şey gəlir, pərdəsi gəlir belə deyək. 2 dəfə basanda tam lükdə açılır. Bizim lük özdə bu plonkalanı bax. Tanirovan'da lükümüz var. Bunker. Təmiz bunkerdir bax. Azərbaycan yerində bəlkə də tam bunker olub. Bunkerdir. Görürsən? Günlüklərimiz budur yenə. Hyundai Kia. Niyə? Yəni bu şeyin normal qaydası var da. Niyə belə edirsən? Ən azından belə elədim, belə yerində sönür. Fair enough. Amma yenə də niyyədir, niyə? Bunun qaydası var da, normal, hamı tərəfindən qəbul olunmuş. Burada da deflektorlar var, nə gözəl. Burada və burada deflektorlarımız var bizim. Əla. Avtomobilimizdə Android Auto, Apple CarPlay kimi özəlliklərimiz də var. Hamısı yerli yerində. Dinamiklərimiz var orada və aşağı hissədə. Qapılarda yenə eyni materiallar, burada da yumşaq material, dəri, yenə aşağıya doğru plastik gedir. Bu hissədə də avtomobilimizdə deməli 1, 2, 3 dənə şarj port və wireless şarjımız var. Telefon bu hissəyə içəri girir, simsiz şarj olunur. Keçək sürüşə görək nədir, necədir bu. Drive modlar budur. Drive mod düyməsi də buradadır. Eco, Sport və Smart modu. Təhlükəsizlik kəmərindən hər zaman istifadə edirik. Avtomobilimizin sürətlər qutusunun selektoru da burada. Jaguar Land Rover tərzində bir dənə də belə və parkinqə də belə gətiririk. Zolaqları tutma kimi falan özəlliklər də hamısı da var. Yəni kör nöqtə tutucularımız da var bizim. Hətta burada ötürücü yarpaqları da var. Oyda, Nicat, mən nə qədər vaxt hündür maşın sürmürəm. Sakit şəkildə hərəkət edəndə keçirmələri hiss eləmirik. Əsas keçirmələri hiss olunan vaxtı biz yavaş-yavaş gedəndə, anidən qaza oturanda Nicat deyir ki, bir də görürsən ki, qəşəng keçirmələri hiss edirsən və fikirləşmələri. Dönmə bucağı pis deyil, qəşəngdir. Gətirdik yenidən arxa rejimə. Kamera keyfiyyəti də gözəldir. Məsələn, Sonata'da elə bir opsiya var idi ki, biz nəyinsə yanına yaxınlaşanda bizə xəttlərlə göstərir ki, bu burada bu qədər məsafəlidir, bu qədər sıxıntımız var. Məsələn, biz dönmə işığını yandıranda, sağ və ya solu yandırdıqca bizdə burada cihazlar panelində görünür. Kameramız bizə göstərir arxada nə baş verdiyini. Qəşəng özəlliyidir, bunu sevirəm mən. İlk dəfə bunu Hyundai Grandero incələməsində görmüşdüm mən bizim. Qəşəng döndü, arxada nə var isə töküldü. Gimbal getdi. Ara yerdə gimbal getdi. Amma belə deyim də, gündəlik avtomobil kimi, ailə avtomobil kimi, 7 yerli avtomobil də çox rahat, komfortlu və qaqa orada nə baş verir? Hər şey tökülür. Və əyləc sistemində Nicat deyir ki, çox qəşəng əyləcləri var bu avtomobilin. Əyləc test eləsək bizim qırılacaq nəyimiz var? Gimbal. Arxada nə var isə töküldü. Nəysə, amma əyləclərimizi görürsünüz ki, qəşəng effektivdir. Perivallarda necə aparır özünü? Öyle olayaq yaxşıdır, amma böyük sürətdə çox ağırlıq yoxdur qabaqda deyə bəzən tutanmır. Ön çəkər avtomobildir bu arada. Tam bu bizim incələməmiz olan avtomobil
tamamilə ön çəkər avtomobildir. Regenerativ sistem sayəsində də biz ayağımızı qazdan çəkəndə və ya əyləcə gətirəndə bizim akkumulyatorumuz şarj olunur. Sırf dediyimiz kimi elektro rejimdə biz hərəkət eləmək istəsək, yəni ümumilikdə elektro vəziyyətdə bu avtomobil bizə 40 km kimi bir yürüyüş verir. Biz gətirək bunu yavaşdan biraz aqressiv sport modumuza. Sportdakı cihazlar paneli görüntüsü maraqlı. Komfortlu yürüyüş verir. Bu arada askı sistemi düzdür, nahamarlıq qarşıda indi olacağı bizə bu dəqiqə yumşaq görünür. Sportda bastıq. Traction icazə vermədi deyə özünü biraz limitlədi. Biz bu dəqiqə bir dənə nahamar yerə döndük. Biraz hətta sürət də versək. Yox, gözəldir. Bizən Koreya avtomobili deyə, sırf yəni Koreya bazarından gəlib deyə, burada bir problem yoxdur, fullsan. Amma Amerika olsa, yəqin ki bu avtomobilin Amerika bazarı versiyasını bugün çəksəydik, təxmin edirəm ki daha sərt olacaqdı. Hal-hazırda biz sport rejimdəyik, diblədik. Öndən səsi eşitdiniz. Dibləyəndən sonra bir neçə saniyə keçir, amma hop, amma ötürmələr, keçirmələr pillələrdəki gözəl yaxşıdır. Yəni tap atmağını belə bizə vurmağını hiss eləmirsiniz. Bu da sürətlər qutusunun hibrid sistemi ilə bərabər işləməsindən doğru gəlir ki, bizə səlis keçirmələr verir bu avtomobil. Bu dəqiqə mən oturacaqda ventilyasiyanı qoşdum. Əməl başı soyuq oldu mənə. Avtomobilimizin ümumilikdə 0-dan 10 km-ə qədər olan sürətlənməsi 8.5-8.9 saniyə aralığındadır. 0-100 avtomobili deyil təbii ki, normal olaraqdan. Amma dediyimiz kimi ailə üçün komfortlu yürüyüş verəcək gözəl avtomobildir. Sportda deməli bu avtomobilin sükanından sport moda gətirəndə ağırlaşmasını hiss edirik biz. Eko modda daha yüngül olur. Bu dəqiqə qazladıq. Hətta bu dəqiqə sizə bir şey deyim. Avtomobilimizin məsələn yanacaq kəni bizim 1/4 qədər doludur. Bizə 1/4 qədər dolu vəziyyətdə. Bu dəqiqəki bizim qazlamalı sürüşümüzdən 212 km yürüyüş verir. 212 km və bu dəqiqəki belə qovmalı rejimimizlə yanacaq sərfiyyatı %9.9 litrdir. 10 litr deyə bilər. O da ki, görürsünüz biz biraz sizə bu avtomobilin nələr edə biləcəyini göstərmək istəyirik deyə biraz qazlayırıq, eləyirik. Belə bir sərfiyyat göstərir bizə. Düşünürəm ki, Sorento incələməmiz xoşunuza gəldi. Avtomobillə bağlı nə sualınız olarsa, rəy bölməsində bildirin, biz cavablayaq. Daily Cars Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Sağ olun, salamat qalın.